İnsanların çox böyük əksəriyyəti yer üzündə olacaq qiyamətdən çox böyük qorxu ilə, dəhşətlə danışırlar. Qiyamət ilə məhşər eyni bir anlamlı hadisədirmi? Qiyamət məhşərdən sonraki mərhələli hadisədir. Məhşər haqqında səninlə söhbət etmişdik. Böyük Yaradan 28 yanvar 1999-cu il tarixində qiyamət haqqında belə bildirdi. Son gün, son gecə olacaq. O gün olacaq, o an olacaq. Son qayıdanlar olacaq. Önümdə duruşda olacaq, xət-xət duruşda olacaq. Rəhimlilər, mehribanlar, inamlılar bir xəttə duracaq. Son günün son gecəsinin o anı olacaq. Can aparan o məkana yaxın olacaq. Uzaqda dayanıb uzaq olacaq. Uzaqdan baxan olacaq. O məkanın yanmasına baxan olacaq. O məkanda son bəşərin parçalanmasına baxmada olacaq. Onlar düzüləcək, bir düzümə düzüləcək. Can aparanla qalxışda olacaq. Son bəşər yaranışı məkanıma ağ işıqla, paç ağ işıqla paçlığa qalxışda olacaq. Onlar bir komda olacaq. Məkanımdan səslənəcək. Səsdə səslənəcək. Cəm kainatlara səs səslənəcək. İlkdən yaranmış bəşər, sonuncu qayıtmış bəşər eşitmədə olacaq. Bir qalxışda düz durub düz qalacaq. Çağırış olacaq. İlk bəşər çağırışda olacaq. O məkanda bəşərləşmiş bəşər çağırışda olacaq. İlk çağırışda eşitmədə olacaq. Kişi yaranışı eşitmədə olacaq. İlkdən ilk çağırılacaq. Sondan son qayıdan çağırılacaq. Duracaqlar, bir xəttə duracaqlar. Sonuncu qayıdan ilki görəcək. İlk sonuncunu görəcək. Aralarda biri-birinin təzahüründə yaranmışı özlərini görəcək. İlk yaranmış son qayıdanı görəcək. Bağışlanmalarını yenə görəcək. İlkdən birinci yaranmışdı. Yaratmışdım, yaranmışdı. İlkindən ilklərini yaratmışdım. Təzahürləri ilə, etdikləri ilə bəşəri yaranışını ağ işıqda görəcək. Birinci sonuncunun bağışlanmasını diləyəcəkdir. Sonuncu özünə qədər yaranmışın bağışlanmasını diləyəcəkdir. Təkrar yaranış təkrarının bağışlanmasını diləyəcəkdir. Onlar öz saylarını onda biləcəkdir. İlkdən ilk yaranmışla arada yaranmışları onda görəcəkdir. Sayları onda görəcək. Yaddaşı onda gələcək. Özündən əvvəlkini sayda görüb mənim rəhmimi görəcəkdir. Onların, cəm yaranışların, bəşəri yaranışlarının bağışlanmasını onda görəcəkdir. Ağ müqəddəs məkanlara ağ geyimdə təyinliyini görəcəkdir. İlk vahid son vahidi görəcəkdir. Son vahid ilkdən əbədi yaranmışı, bir dəfiyə yaranmışı onda görəcəkdir. Onlar birlikdə yenə bir bağışlamamı, rəhmimi birlikdə bir görəcəkdir. Hər yaranmış bəşər ilki ilə, sonuncu ilə önümdə duruşda olacaqdır. İlkdən bir dəfə yaranmış yaranışlar arasında əbədi yaranışını onda görəcəkdir. Çağırılacaq qadınlar, duracaq bir xəttə qadınlar, ilki sonuncunu, sonuncu ilki görəcək. Bir dəfiyə ilkdən yaranmışını bir də görəcək. Duracaq, o an duracaq ağciyimlilər, o müqəddəslər, o icraçılar. Yaddaşlarına yaddaş olacaq. Məkanımdan uzaqlığı o müqəddəslərə qayıdışı, uzun müddətlərə qayıdışı yaddaş olacaq. O bəşərlikdən əbədiyyətinə, mənə qayıdışı şadlıqda olacaq. Onlar bağışlanmada olacaqdır. Yenə rəhmimi dedim sənə, yenə səbrimi dedim sənə. İlk yaranışın sonunu dedim sənə. Ya böyük Yaradan, bu qiyamət yalnız bizim yeryüzü üçünmü? Hər bir bəşər üçünmü? Daha bəşər yaranışı yaranmayacaqmı? O bir məkandandır dedim sənə. Göndəriş o məkana, qayıdış o məkandandır dedim sənə. Sonuncu bəşər demədim sənə.
O məkanın sonudur dedim sənə. Məkanların sonudur demədim sənə. Yaranmışın sonudur demədim sənə. Doğrudan qiyamət qiyamət imiş və qiyamət olacaq.